Salam, hörmətli izləyicilər. Bu videoda sizə vacib bir məsələ haqqında məlumat vermək istəyirəm. Bir çox insan həyət evinin qarşısındakı boş sahəni öz mülkiyyəti hesab edir. Amma qanun bu barədə nə deyir? Hüquqşünas Əkrəm Həsənovun açıqlamasına görə, evin qarşısındakı ərazi avtomatik olaraq ev sahibinin şəxsi mülkiyyəti sayılmır. Bu, yalnız daşınmaz əmlakın dövlət reyestrindən aldığınız rəsmi çıxarışda, kupçada, evə aid torpaq sahəsi kimi qeyd olunubsa, sizin mülkiyyətinizdir. Əgər həmin sahə çıxarışınızda göstərilməyibsə, o ərazi adətən dövlət və ya bələdiyyə mülkiyyətində olur və ictimai ərazi hesab edilir. Nə etmək olar? Əvvəlcə öz çıxarışınızı yoxlayın. Asan Xidmət və ya Əmlak Məsələləri Dövlət Komitəsi vasitəsilə bunu asanlıqla edə bilərsiniz. Əgər həmin ərazidən istifadə etmək istəyirsinizsə, məsələn, avtomobil saxlamaq, gül əkmək və ya başqa məqsədlə müvafiq qurumla, bələdiyyə və ya rayon icra hakimiyyəti ilə rəsmi icarə müqaviləsi bağlamaq tövsiyə olunur. Qanunsuz istifadə nəticəsi nə ola bilər? Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, dövlət və ya bələdiyyə torpaqlarının öz başına zəbt edilməsi və ya icazəsiz istifadəsi inzibati məsuliyyət yaradır. Fiziki şəxslər üçün cərimə 300 manatdan 600 manata qədər ola bilər. Bundan əlavə, qanunsuz dəyişikliklərin aradan qaldırılması da tələb oluna bilər. Məsləhət: hər hansı dəyişiklik etməzdən əvvəl mütləq rəsmi sənədlərinizi yoxlayın və lazımi qurumlara müraciət edin. Bu, sizi gələcəkdə mümkün problemlərdən qoruyacaq. Bu video yalnız məlumat xarakteri daşıyır, hüquqi məsləhət deyil. Dəqiq və fərdi vəziyyətiniz üçün ixtisaslaşmış hüquqşünasa və ya müvafiq dövlət qurumuna müraciət etməyiniz tövsiyə olunur. Videonu bəyənmisinizsə, like etməyi və kanala abunə olmağı unutmayın. Suallarınız varsa, şərhlərdə yazın. Sağlam qalın və qanunlara hörmət edin.